Space xəbərə baxırsınız. Abşeron rayonu Masazır qəsəbəsində yaşayan sakinlər ərazidəki problemlərdən təngə gəliblər. Yollar təmirsiz, küçələr işıqsız, ərazi isə tullantı ilə çirkləndirilir. Sakinlər ərazidəki problemləri dəfələrlə öz şəxsi vəsaitləri hesabına həll ediblər. Lakin sonradan buna vəsait çatdıra bilmədikləri üçün ərazi əvvəlki acınacaqlı vəziyyətinə qayıdıb. Təmirsiz küçələr, qaranlıq yollar. İllərdir dəyişməyən problemlər sakinləri sözün əsl mənasında təngə gətirib. Yayda toz torpaq, qışda isə palçıq ərazidə vəziyyəti daha da acınacaqlı edir. Qəsəbəyə kanalizasiya xətti çəkilən zaman yollar qazılıb, lakin sonra küçə təmir olmadığından ərazidə vəziyyət demək olar ki, dözülməz hala gəlib. Toplum şəklində gedir, müraciət edirik qurumlara, yəni bizim bu küçəni düzəltsin, ancaq düzəlmir. Nəvələrim körpədir, məktəbə aparıb gətirə bilmirik, palçığa batır. Bizim küçəmizi görürsünüz, nə gündədir. Bura yağış yağanda buradan keçmək olmur. Qəsəbənin problemləri təkcə bununla bitmir. Ərazidə zibil konteynerlərinin olmaması səbəbindən sakinlər məcbur olub zibili evlərin yaxınlığındakı boş əraziyə atırlar. Həmçinin küçə itlərinin ərazidə çoxalması və küçə işığının olmaması da sakinlər üçün əsl qorxuya çevrilib. Küçə itləri artıq neçə uşağı, neçə belə əhalidən, yəni insanları tutub, biri də elə mənim anam. Biz deyirik, bildiririk, amma biz çarə elə qılan yoxdur. 5-6 ev o tərəfə zibil töküblər. İtlər daraşır, itlər uşaqların üstünə düşür. Sakinlər deyir ki, hazırda yaşadıkları küçənin adı da yoxdur. Bu səbəbdən də taksi sifarişi sənəd işləri zamanı ciddi problem yaşayırlar. Gedirik bələdiyyə. Deyir, hansı küçədə yaşayırsınız? Qəsəbədəki problemlə bağlı Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, ərazinin abadlaşdırılması ilə bağlı yaxın vaxtlarda işlərə başlanılacaq. O ki, qaldı küçələrdə məişət tullantılarının aşıb daşmasına, sakinlər özləri tullantıları küçələrə atırlar. Küçələrin işıqlandırılması isə yaxın günlərdə həllini tapacaq. Diana Cəlali, Nadir Cəllov, Space xəbər.